Salam, hər vaxtınız xeyir, mən Toğrul Əcəb, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışda dəstək olan şəxsə deyilir. Sizə əgər iş axtarırsa, sizə iş axtarışında dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq üçünsə videonun üzərinə diqqət etsəniz, əlaqə vasitəsi qeyd olunubdur. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Yoldaşlar, kulinariya mərkəzində aşpaz işi var yoldaşlar. Bu sizdən 4 illik iş təcrübəsi tələb edir aşpaz olaraq. 2 illik idarəetmə üzrə tələb edir. Sonra yarım fabrikatçı köməkçisi işi var. 450 manatlıq yoldaşlar. Pizza Mizza şirkətində 400 manatlıq bir işdir. Elmlərdədir. 25-50 yaşlı bir iş şəxsli şəxslər üçündür. Sadə bir işdir yoldaşlar. Yəni bir növ paketləyici işi kimi bir işdir də. Yəni yarım fabrikatları hazırlayırsınız və saxlayırsınız. Belə xəmir, salatlar və şorbalar daxildir buna. Sonra West Product Marketing şirkətində aşpaz işi var xanımlar üçün. Ofisə lazımdır. 500 manatdır, 35-50 yaşlı şəxslər üçündür. Nərmanovdadır yoldaşlar. 5 günlük iş çəkimə malikdir. Qəlyanaltı ustası işi var 500 manatlıq. Bakı Ticarət Mərkəzində Radin Tarpuşkasının yanında yerləşən bir kafeyə lazımdır. Tez bazar pişirmə, pomidor, yumurta, soska, yumurta, çay hazırlamaq üçün lazımdır. Yəni ciddi bir şey deyil bu. Yəni kimlərsə demək olar əksər xanımların bazara biləcəyi bir işdir. Bufetçi işi var yoldaşlar. Bir də Nərmanovdadır. Lux International Hospitalda yeməkxananın işçisi olaraq, kişi olaraq lazımdır. 20-35 yaşlı şəxslər üçündür. Campada aşpaz köməkçisi işi var yoldaşlar. Şirkətin personal aşpazına mətbəx işlərində kömək edəcəksiniz. 25-35 yaşlı xanım olmalısınız. Soltəpə, Xırdalan, Hökməli, Müşqovat ərazisində yaşayan namizədlər müraciət etsin. Əməqçisi isə 476 manatdır, gross olaraqdır. Bu da təxminən, bu deməkdir ki, təxminən yəqin ki, siz 400 manat alacaqsınız. Əlinizə gəlib çatan 400 manat olacaq. Aşpaz köməkçisi işi 600 manatlıq olanı da var yoldaşlar. 30 yaşa qədər olan xanımlar üçündür. 8 noyabr metro tərəfdədir. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün və iş axtarışınızı dəstək əldə etmək üçün ümumiyyətlə mənə özəldən yaza bilərsiniz ki, həmin əlaqə vasitəsi də videonun üzərində qeyd olunub, diqqət edəsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.